Mınake dostlar, Azerbaycan'da sapar uzun tat buyursa, mınake sapar uzunlar vardı. Erteң dagı geçke sürüyoruz. Bu bizden agronom bayköz. Kayıt atat. Sizge çoğun rahmat. Allah razı olsun. Kırgızistan için dagı söylep koysanız. Bugün 13 iyun bizim Qırğızstandan dostlarımız geldiler. Lider Agro'nun rəhbəri Ruslan qardaşımız və digər qardaşlarla çox gözəl bir gəzintilərimiz oldu. Yeni çeşidlərlə tanış oldular. Qırğızstan xalqına buradan salamlarımızı çatdırırıq və əlimizdən gəldiyi qədər onlara bildiyimiz təcrübələrimizi, bildiyimiz elmləri kömək eləməyə hazırıq. Biz Türk xalqlarıyıq, biz dostuq ta qədimdən və buna görə də əlimizdən nə gəlirsə, hər şeyin ən yaxşısını eləməyə hazırıq və eləyəcəyik. İnşallah biz də yaxın vaxtlarda Qırğızstana gələcəyik. Orada da bir belə gözəl görüşlər keçirdəcəyik. Çox məmnun oldum sizin gəlişinizə. Yenə sizi burada Azərbaycanda gözləyirik. Həqiqətən çox xoş oldu. Təşəkkür edirəm hər birinizə. Minnətdaram sizə ki, gəldiniz, tanış olduq, gördük sizləri. İnşallah hər şey yaxşı olacaq. Buradan Qırğızstan xalqına salamlarımı çatdırıram. Құда қаласа бізге дағы келіңіз, бізге дағы чоң іштерді, біздің қылып отқан іштерді құда қаласа көршіміз, сіздің қылып отқан іштеріңіздерді көрдік. Урматтуу Багастыр Кыргызстан каналының көрүүчүлөрү, ушул Бекрус кардаштын туугандын кылган иштерин, кылып аткан иштерин тажрыйба бөлүштүк. Биз айттык, булар айтты, биз өзүбүздүн жердин түшүндүрдүк, булар өздөрүнүн жерлерин көрсөттү. Биз эми Кыргызстанга чакырабыз бул кишилерди. Құда қаласа биздин тажрыйбанын жыйынтыгы Құда қаласа кыргыз элине чоң пайда берет деген үмүттөбүз. Кыргызстанга дагы чакырабыз. Кош келдиңиз Кыргызстанга. İnşallah Құда қаласа биз сиз менен кызматташууга даярбыз. Кубанычтабыз. Мыйманчылыктар үчүн чоң рахмат. Rahmat. Buyurun. Biz her zaman hazırız. Teşekkürler. Рахмат.